Ötən il ərzində baş verən devalvasiyalar ölkə iqtisadiyyatına mənfi təsir göstərsə də, müəyyən mənada müsbət tərəfləri də oldu. Bu fikirləri Maliyyə naziri Samir Şərifov mətbuata müsahibəsində bildirib. Millət vəkili Vahid Əhmədov ANN TV-yə verdiyi açıqlamasında ölkədə yaşanan devalvasiyalarda yalnız dollarla gəlir əldə edən şirkətlərin uduzmadığını dedi. Məsəl üçün, vəsait əgər səndə dollardadsa, sən qazanacaqsın. Yox, manatdadsa itirəcəksən, milli valyutadasın. Elə vəsaitlər var ki, Azərbaycanda dollarda olub. İstər yerli təşkilatlar, istər xarici təşkilatlar, istər hüquqi şəxslər, istər fiziki şəxslər müəyyən qədər də gəlir də götürürlər. Amma manatla olan insanlar əlbəttə hüquqi fiziki şəxslər uduzurlar. Və o cümlədən dövlət büdcəsinə də müəyyən qədər vəsait daxil olub. Çünki dövlət büdcəsində də müəyyən problemlər müəyyən qədər çözülüb, həll olub. Yəni, belə məsələlər var. Deputat hazırki dövr üçün qeyri-neft sektorunun inkişafının önəmli olduğunu vurğuladı. Bir neçə dəfə məclisdə də bu məsələlər toxunmuşuq. Dövlət büdcəsi. Biz deyirdik ki, gəlin neftsiz dövlət büdcəsi hazırlayaq. Baxaq görək ki, sabah Azərbaycan, çünki neft daimi deyil axı. Neftdə indi biz qiymətdən danışırıq. Neftin hasilatında da azalmalar var. Məsəl üçün, 2011-ci ildə biz haradasa 46 milyon ton neft çıxardırdıqsa, 2015-ci ildə 41 milyon ton çıxartmışıq. Yəni, bu aşağı düşür. Quyu daimi deyil axı, orada da proseslər gedir. İqtisadçı ekspert Nicat Hacızadə devalvasiyalardan ən çox zərərin bank sektoruna dəydiyini, qazanc əldə edənlərin isə neft sektoru olduğunu qeyd etdi. Baxsaq ki, dollarla kredit götürən şəxslər var və bu şəxslərin ödəmə qabiliyyəti artıq zəiflədi. Bir hissəsi ümumiyyətlə ödəməkdən imtina elədi. Bu da bankın manat likviditliyinə ciddi şəkildə təsir göstərir. Ödəyə bilməyənlərdə isə həm dollar likviditliyinə, həm manat likviditliyinə ciddi şəkildə təsir göstərir. Və bunu onu gətirib çıxardır ki, ölkədə problemi kreditlər və ümidsiz borclar yarandı və bu da bank sektoruna ciddi şəkildə təsir göstərdi və bundan yetərincə bu günə kimi zərərlə işləyən və zərər çəkən banklar var, bir hissəsi bağlandı. Bəs görəsən sadə vətəndaşlar devalvasiyalardan nə qazanıb, nə itirdilər? Nə qazana bilər? Cəmaət aldığı maaş həmən maaşdır, amma qiymətlər qalxır. Ərzaqda, yaşayışda pis təsir elədi. Devalvasiya iqtisadi bilgi qazandırdı. Devalvasiya sözün nə mənaya gəldiyini öyrənmiş olduq, heç olmasa axtardıq.